Aha, sual 44 ilə davam edirik. 15-ci əsrdə Azərbaycanda mövcud olan torpaq mülkiyyət formaları. Baxın, biz buradan ilcəni seçmirik. Çünki 9-11-ci əsrlərə, tüyü seçmirik 16-cı əsrdə, iqta da 15-ci əsrə qədərdir. 15-ci əsrdə götürəcəyi soyurqal, hansı ki, hərbi xidmət müqabilində verilirdi. Vəqf də məscidlərə, hansı ki, dini mərkəzlərə aid olan torpaq mülkiyyəti də ərəblərdən qalma idi. 4-5 götürürük burada D variantı. Xəritədə rəqəmlə verilən ərazilərə aid uyğun bəndləri müəyyən eləyin. 1. Naxçıvandır, 2. Bakıdır, 3 isə Şəkidir. Xanabad manufakturası fəaliyyətə başladı deyirsə, bu Şəkiyə aiddir. 3-ə götürəcəyik A-nı. Daha sonra 1886-da mərkəzləşmiş telefon stansiyası istifadəyə verilmişdi. 2-ni götürəcəyik Bakıda. İlk pambıq təmizləmə zavodu işə salınmışdı deyirsə, bu Naxçıvanda olacaq. 1-ə götürəcəyik C-ni. 1865-də Alman kapitalistləri misəritmə zavodunun əsasını qoymuşlar. Bu Gədəbəydə götürəcəyik. 19-cu əsrin 30-cu illərində ilk qəza məktəbi fəaliyyətə başladı. Bunu isə Şuşa götürəcəyik, xəritədə yoxdur. Deməli, burada nə götürdük? 45-də A variantı uyğun gəldi, düzdürmü? 1-ə C, 2-yə B, 3-ə isə A variantı. Sual 46. Sacilər və Salarilər dövlətinin tarixinə aid ümumi cəhət. Əsası 10-cu əsrdə qoyulmuşdu. Xeyr. 941-də Salarləri götürmək olar, amma Sacilər 898, yəni 9-cu əsrdədir, götürmürük. Alanların yürüşünə heç biri məruz qalmayıb. Paytaxtda heç birinin Təbriz olmayıb. Sacilərdə Marağa, Ərdəbil, Salarlərdə isə təkcə Ərdəbildir. Hakim Sualenin mənşəyi ərəb olmuşdu. Xeyr, hər ikisi türk idi. Şərqi Gürcüstanı bəli, Yusif ibn Əbu Saz da, Mərzban ibn Məhəmməd də tabe etmişdi. Ona görə də 46-da Y variantı seçirik. Sual 47. Azərbaycan SSR 20-ci əsrin 20-ci illərinin əvvəlləri, 20-ci əsrin 20-ci illərinin sonları. Baxaq, deməli bizə deyir ki, Paris Sülh Konfransında müstəqilliyin tanınması. Sizə təkcə əsr verməyib baxıb. Diqqət eləsəz görərsiniz ki, Azərbaycan SSR verib yuxarıda. Ona görə bunu çıxırıq, çünki AXC-yə aiddir. Azərbaycan ərzaq vergisinin tətbiq edilməsi bu daxildir. Niyə? Çünki 1921-dir, bu da Y-sindir, düzdür. Kollektivləşməyə qarşı üsyanlar götürmürük 30-cu illərdir. Ona görə də birə təkcə B-ni götürdük. 20-ci əsrin 20-ci illərinin sonu Kiril əlifbasından Latın əlifbasına keçilməsi barədə qərarın qəbul edilməsi. Qərarın qəbul edilməsi bu ümumiyyətlə 1939-40-cı illərdə götürmürsüz. Kənd təsərrüfatında kollektivləşmə xəttinin elan edilməsi bəli uşaqlar 2-yə B-ni götürürük, çünki 1929-cu ildə elan edilmişdi. Naxçıvan statusunun qəti olaraq müəyyənləşdirilməsi. Xeyr, Naxçıvan statusunun qəti olaraq müəyyənləşdirilməsini götürməyəcəksiniz. Hansı ki biz deyirik ki 1920-21-də Moskvada Qars müqavilələri, bunlar da 20-ci illərin əvvəllərinə düşür, 20-ci əsrin sonlarına düşmür. Ona görə də 47-də variant olaraq bircə dəqiqə Y variantını götürürük. 1-ə B, 2-yə də B. Sual 48. Rusiya tarixinə aid göstərilənlər nəticəsidir. Dövlət Dumasına seçkilərdə milli azlıqların hüquqları məhdudlaşdırıldı, kənd izmaları dağıdıldı və torpaqlar kəndlilər arasında bölüşdürüldü. Uşaqlar, bunu birbaşa deyəcəm. Bu Nikolayın dövründə onun baş naziri Stoltenbergin islahatları idi. Yəni 48-də A götürəcəyik. 49-da Teymuri hökmdarı Şahrux, yəni onun dövrlərinə aid götürəcəyik. Qaraqoyunlu dövlətinə son qoymuşdu. Xeyr, Qaraqoyunlara Ağqoyunlar son qoyub. Uzun Həsən tərəfindən məğlub edilmişdi. Şahrux Uzun Həsən mübarizəsi yoxdur. Uzun Həsən Teymuri Əbu Səidlə mübarizə aparmışdı. Dövlətin son hökmdarı idi. Xeyr, hələ ondan sonra Hüseyn Bayqara gəlib, ümumiyyətlə Uluqbəy gəlib. Şirvanşah 1-ci Xəllahla müttəfiq idi. Bəli, niyə? Məsələn, biz deyirik Qaraqoyunlar üzərinə gedəndə bir Ağqoyunlarla, bir də Şirvanşah 1-ci Xəllahla müttəfiq olurlar. Hətta Alaşkert döyüşündə Qaraqoyunları məğlub edirlər. Cəlallərlə mübarizə aparmışdı. Xeyr, bu da Teymuri Şahruxa aid deyil. Ona görə də 49-da cavab olaraq götürəcəyik D variantı. Sual 50. Deməli, kimlərin, yəni burada əslində partiyalardır, dumalardır, şəxslər hansına aiddir, onları seçim eləyəcəyik. Baxaq, Qeyrət Partiyasının yaradıcısı olmuşdur Mirzəcəfər Bağırov. Baxın, burada Məmməd Yusif Cəfərovu vermişdi burada. Əhməd bəy Ağayev və Məmməd Əmin Rəsulzadəni verib. Baxaq, deyir, Qeyrət Partiyasının yaradıcısı olmuşdur. Bir 3-ü götürür, bir də baxın, buradan 4. Heç birinə aid deyil, Məmməd Yusif Cəfərov. Dövlət Dumasının deputatı olmuşdur. Bəli, bu aiddir. Cəfərov deputat olmuşdu. Ümumiyyətlə, Məmməd Yusif Cəfərov həm 4-cü Dövlət Dumasında iştirak etmişdi, həm də Cənubi Qafqaz komitəsində Azərbaycan Ümumi Cənubi Qafqaz təmsilçilərindən biri olmuşdu, həm də parlamentin idarə etməsində iştirak edən şəxslərdən biri olmuşdu. Ona görə də 4 uyğun gəlir. Sonra Dövlət Dumasının baxın, Əhməd bəy Ağayevi verib 2 ilə 3 uyğun gəlmir. Məmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı, yəni hökumətin qurucusu olmuşdu. Bu da düzdür. 1 və 4. Ona görə C variantı.
variantı götürəcəyik. Sual 51. Qarabağ münaqişəsi ilə bağlı doğru fikri müəyyən eləyin. Baxaq. Deməli, deyir ki, çanaqsız bəzi mövzu ola bilər köhnə, belə deyim də, nəşrdən hər hansı cümlələr olsun. Ona görə onları tez keçəcəm. Çanaqçı kəndi ətrafında yüksəklər azad edildikdən sonra Azərbaycan ordusu Şuşa-Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçirdi. Mənim elə doğru fikir budur. Çünki bu tamamilə doğru bir fikirdir. Gəlin digərlərinə baxaq. Cəbrayılın azad edilməsi İranla dövlət sərhədi tam nəzarətə yetirildi. Xeyr, yanlışdır. Ağbəndin azad edilməsi iləndir. Amma desək ki, Cəbrayılın azad edilməsi ilə İranla dövlət sərhədinin böyük bir hissəsi nəzarətə götürüldü, o düz olacaq. Madrid prinsiplərinə görə erməni silahlı qüvvələri Qarabağı tamamilə tərk etməlidirlər. Xeyr. Aprel döyüşləri nəticəsində bir neçə yaşayış məntəqəsi erməni işğalçılarından azad edildi. Burada bizdə Qarabağ münaqişəsi ilə bağlı doğru fikirləri deyir. Aprel döyüşləri nəticəsində bir neçə yaşayış məntəqəsi deyil də yüksəkliklər azad edilmişdi. Qubadlı rayonunun azad edilməsi nəticəsində humanitar atəşkəs elan edilmişdi. Xeyr, belə bir şey də yoxdur. Ona görə Qarabağ münaqişəsi ilə bağlı doğru fikir yalnız burada A variantıdır. Yenə deyirəm, Çanaqçı kəndi ola bilər, rast gəlməsin sizə. Köhnə nəşrlərdən də 2023 olduğuna görə suallar var. Şah Sultan Hüseynin mətnində bəhs olunan siyasəti nəyə səbəb oldu? Yəni səbəb olduğu amilləri müəyyən edək. Baxaq. Səfəvi dövlətindən növbəti islahat cəhdi Hüseynin dövrünə aiddir. Əhalinin siyahıya alınması, vergilərin artırılması və xəzinənin gəlirinin artmasından söhbət gedir. Daha doğrusu artmamasından. Osmanlının hücumlarından aidiyyatı yoxdur. Uşaqlar Səfəvi dövlətinin iqtisadi cəhdən inkişafına yox, əksinə çöküşünə səbəb oldu. Səfəvi dövlətinin süqutuna götürə bilmərik. Şah Sultan Hüseynindən sonra hələ Təhmasib var, 3-cü Abbas var. Xalq üsyanlarına bəli, Çar Balakəndə də ilk dəfə 1707-ci ildə üsyan oldu. Xanlıqların yaranması aidiyyatı yoxdur. Xanlıqlar belə deyim də Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra yaranmışdı. Ona görə 52-də D variantı götürürük. Sual 53 açıq sualdır. Şəki xanlığına aid olanları soruşur bizdən. Deyir Nadir Şahın ölümündən sonra yaranmışdı. Xeyr. Nadir Şahın ölümündən əvvəl də 1743-cü ildə. Nadir Şah 1747-ci ildə ölmüşdü. Ona görə bunu götürmürsünüz. Sonra əsası Hacı Çələbi tərəfindən qoyulmuşdu. Bu düzdür. Kürəkçay müqaviləsinə əsasən ləğv edilmişdi. Xeyr. Kürəkçay müqaviləsinə əsasən daxili müstəqilliyini qoruyur, xarici müstəqillik hüququndan məhrum olunur və Rusiyaya tabe olur. Ona görə bunu götürmürsünüz. Ağa Məhəmməd xan Qacarın yürüşü zamanı Qarabağ xanlığı və Kartli-Kaxetiya çarlığı ilə ittifaq yaratmışdı. Xeyr, bu da yanlışdır. 1767-də Şamaxı xanlığının bir hissəsini ələ keçirmişdi. Bəli, bu düzdür. Hansı ki biz deyəcəyik 2 ilə 5 götürürük. Hansı ki deyəcəyik ki Şəki xanlığı Şamaxı xanlığını daha sonra Quba ilə arasında bölüşür. Daha sonra isə tam Qubaya qalır. Ona görə cavab olaraq götürəcəyik 53-də həm 2-ni, həm də 5-i. Deməli, sual 54. Səbəb-nəticə əlaqələrinin düzgün verildiyi bəndləri müəyyən edin. Bir şiş protokolu imzalandı. Belə olanda da müəllimlər belə çıxdaş üsulundan da istifadə edə bilərsiniz. Mən amma bir izahını sizə verəcəm. Çıxdaş üsulu əslində burada açıqdır, oradan açıq test deyil, mümkün deyil. Bir şiş protokolu imzalandı, cəbhədə atəşkəs elan edildi, düzdür. Söhbət 1-ci Qarabağ müharibəsindən gedir. Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Azərbaycan Respublikası MDB-yə daxil oldu, yanlışdır. MDB sentyabrda daxil olunub, Heydər Əliyev isə oktyabrda prezident seçilib. ATƏT-in Budapeşt samiti keçirildi. Bakı, Tbilisi, Ərzurum qaz kəməri. Ümumiyyətlə bunun aidiyyatı yoxdur. Bu samitdə belə bir şey olmamışdı. 1992-ci ilin yayında hərbi əməliyyatlar keçirildi. Qarabağda işğal altında olan ərazilərin yarısı ermənilərdən təmizləndi. Bəli, Elçi bəyin dövründə, hansı ki Ağdərədə biz deyəcəyik ki, yay əməliyyatları idi, azad edilmişdi. Ona görə də bizə deyir axı düzgün bəndi müəyyən eləyin, yəni düzgün variantı. Ona görə 1-i götürəcəyik, bir də 4-ü götürəcəyik. 1 və 4. 20-ci əsrin əvvəllərində Böyük Britaniya Cənubi Afrikanın işğalını başa çatdırdı. Uşaqlar bilirik ki, İngilis-Bur müharibələri olur və bunun nəticəsində Böyük Britaniya Cənubi Afrikanın işğalını başa çatdırır. Yəni düzdür. Xarici siyasətdə Fransa ilə yaxınlaşdı. Bəli, bu da düzdür. Ondan sonra Antantanın tərkibində birləşirlər. Şəhərdə evi və kirayə mənzili olan bütün kişilərə seçki hüququ verildi. Xeyr, 20-ci əsrin əvvəlləri deyil. Yaşlı əhali üçün təqaüdlər verilməyə başlanılmışdı. Bəli, bu da 20-ci əsrin əvvəllərində idi. Kapital ixracına görə 2-ci yer idi. Xeyr, 1-ci yerdə idi. Bunu götürmürük. Deməli, 55-dən nələri götürdük? 1, 2 və 4. Aha. 56. Xronoloji ardıcıllığı müəyyən edin. Baxaq, uşaqlar, baxın, deyirik Truman doktrinası. Truman'ı görən kimi, doktrinasını görən kimi 1946-47 bunlar yadınıza düşsün. Almaniya Federativ Respublikası deyirsə 1949-dur. Berlin böhranı deyirsə 1961-dir. Türkiyə NATO üzvlüyünü deyirsə 1952-ci ildir. Sıralasaq deməli götürəcəyik nəyi? 1-i, 2-ni, 4-ü, sonra isə 3-ü. 1,
2, 4, 3. Sual 57. Uyğunluğu müəyyən et. Ərəb xilafətinin uşaqlar dövrlərini verir və sırayla hansına aiddir? Poitiers döyüşündə məğlub edilməsi deyirsə, Poitiers döyüşü 732-ci olduğuna görə Əməvilər sülaləsinə düşür. Ona görə götürəcəyik deməli Poitiers döyüşündə məğlub edilməsi. Bəli, ona görə götürəcəyik 2-yə A-nı. Bircə dəqiqə bunu yaxınlaşdırım, rahat yazım. Heç rahat yaza bilmirəm. Ay, oxşadı. Aha, 2-yə A-nı. Sasanilər dövlətinə son qoyulması 651-ci ildə olduğuna görə ilk xəlifələr dövründədir 1-ə B-ni. Səlcuqlarla mübarizə aparılması Abbasilərdə 1055 məsələn onu xatırlayın. Abbasilərin dövründədir C-ni, 3-ə C-ni. Bədir döyüşünü heç birinə götürməyəcək çünki 624-dədir, amma dövlət isə 630-cu ildə yaradılmışdı, dəymirsiniz. Xürrəmlər hərəkatının yatırılmasını deyirsə, bu da Abbasilərədir. Yeni. Deməli 1-ə B, 2-yə A, 3-ə isə C, Y götürəcəyik. Gəlin açıq suallara. Uşaqlar, mən mətni oxumuşam. Siz özünüz də mətni özünüz üçün oxuyacaqsınız. Burada söhbət 1846-cı ilin reskriptindən gedir. Ona görə bunu bura qeyd edirəm. Deyir, Çar Rusiyasının sənədi imzamaqda əsas 2 məqsədi. Bir məqsədi o idi ki, özünə bir dayaq yaratsın. Bir də iqtisadiyyatı möhkəmləndirsin ki, oradan bir gəlir əldə eləsin. Yəni, bəy və ağaların üzərindən kəndlər üzərində hüquq əldə eləmək istəyirdi. 60-cı suala baxaq. Deyir, bəhs edilən sənədin kəndlilər üçün 2 nəticəsini yazın. Baxın, 2 nəticəsi olaraq yaza bilərsiniz ki, kəndlilərin bu rəiyyət, rəncbər, bu ifadələr ləğv edilir, mülkədar tabelisi adlandırırlar. Yəni, bu ifadəni verə bilərsiniz. Bir də deyə bilərik ki, məsələn, onların hamısı formal olaraq dövlət kəndləri təbəqəsinə aid edilir və bəylərlə ağaların da onların üzərində polis və məhkəmə hüququ təsdiq edilir. Bu ifadələri yaza bilərsiniz. Bu qədər.